Hər birinizi salamlayıram, mən Xosrov, YouTube kanalıma xoş gəlmişsiniz və sizin üçün bu günləri çox maraqlı bir video hazırlayırıq və başlayaq. Obşim, Statkil bir dənə maraqlı yığıncaq eləyiblər, yayın girişidir, paşlı demək olar. Qapının ağzına olsa qırğın gedib. Burada da gördüyünüz kimi bəzi maşınlar var, bunlar Golflardır. Bunlar 100% statikdir, yəni ki, coilover zad olacaq bunlar. İndi maşınların sahibi bilmirəm haradadır, amma gəl. Fərqlidir rəngi. O, həməşəki rənglərdən deyil, rəngindən xoşum gəldi. Burada da bir dənə tida var. Hə. Obşim. Tidamızı götürdünüz. Altın köhnə maşınıdır. İndi satıb başqa qardaşa. Qardaş yəni heç nə dəyişməyib, elə də qalıb, gözəlləşib, peçat. Burada da bir dənə nəysə səs sistemi var. Aha. Nəsə aparaturlalı maşındır. Səbirli olaq. İndi sizə deyəcək bu nədir. Buradan da bir dənə çeşka var, uzanıb yerə. Belə bir vitrin düzəldi. Onsuz da bu maşın getmir axı. Vitrin oldu, olmadı, yəni. Getməyəcək. Bir dənə arxasını çək. Arxasını qəşəng buraxıb yerə. Yerdə də qəşəngdir, bax. Qəşəng. Passatka Liboy bir maşına yaraşır da. Liboy bir dənə maşını gətir, Passatka ona yaraşacaq. Bir dənə də burada Vesta var. X-Mug paket qoyub. BBS disklərdir. Prosta BBS disklərin YTS çoxdur deyə diskə biraz çöldə qalıb. Sonra görə bu... Gəl. Yəni BMW-nin legendarı budur. Bunun bir dənə M-ini sür. Yəni, heç bir maşın gələ bilməz. Hə, bax, ləzzətli. Pilonka, milonka, zad, lip, mip, zad, heç nə yoxdur. Zavod, disk, təkər buraxıb yerə. Burada bir dənə də 36 var. Gözəl 36-dır. Yox, M deyir. Hə, M deyir, amma M olub. Qəşəngdir. Bu maşının arxasına gələn normal aparatura yığasan. Yəni, bura kimi aparatura yeridir. Adı neydi? Helios. Helios gəldi. Neydi? Helios gəlib. Helios buradadır. Bizi tək qoymadı. Müəllim, buyurun. Buyur, müəllim. Sağ ol, şükür Allah. M3'sü F30 deyir ha, yığılmaz adı olsun. Bax, biz görürsən, BMW sürənlər bizə niyə sevirəm? Normal girmirlər heç yerə. Yəni, təkər partladacaq. Bax, görürsən? Tanımıram ha maşın. Həzi, 4-4'dür. 4-6. Ala, 2 dənə də qoy üstünə, 4-6. Hay. Necəsən? Nə var, nə yox? Ara gel. Mamukadır. Salam aleyküm. Köhnələrdəndir. Xoş gəlmişsiniz. Öpürəm Həmişə qardaş. siz gələsiniz. Öpürəm. Gəl. Deməli, buradan keçid veririk içəri. İçəridə də nəsə hoqqalar verirlər. Gəl bura görün. Deməli, burada bir dənə tato stendi var. Tato zad edirlər. Yəni, burada reski yaza bilərsiniz M5. Niyə də yox? Sö, əla. M-Pad Competition. Deməli, tato zad hissəsi Kleopatra. Gəl. Baxsan dərinliğine geçsən GT89'dur bu. Hə? Gəl. Hə, BMW'lər Diamond qardaşımızın M8'i də gəldi. Bir daha bura bax ki, nə yazmışam. Alo. Bir dənə də 46 var burada. Pandem Body Kit Air Suspansiyon
Diskləri də qardaşım, girin başın bazarından 800 manat verim, yarısını kredit salım deyir. Bunun da diski 5000 manatdır, onunki də diski 5000 dollardır. Bunlar diskləri handmade-dir, yəni öz dizaynlarına uyğun veriblər dizaynı ki, mənim maşınıma bunu yığ. Yəni, biraz fərqlidir. Bunu da çəkmə o bizlidir, biz cili suyuruq qardaşım. Bizimki cilidir, cili paketidir qardaşım, onu çəkmə, gəl bura. Gəl bura. Deməli, Əflatundur, F90-dan bura bir dənə giriş elədi, Akan 1009. Amma qardaşımız bunu cavabsız qoymayacaq. Nəyi, BMW-də nə istəsin? Səvir o. Mercedes Gəl, deməli qardaşımız sizə gözəlliyi göstərsin. Deyən, bunu qoyun zümvə. Sürət, manev, uçmaq. Harasa gedim qızlar, wow. Yan sidenkası heç vaxt boş qalmır bunu. Heç vaxt. Bilirsən niyə? Çünki bu F90'dır. F90'ın da competition'ı, mənası demişəm də sizə nədir? Competition o deməkdir ki, sən uzaqda ol, sən kompot eləmir. Yəni, competition mənası budur. Siciliyadan Alfa Romeo uşaqları Ferrari'nin balasıdır. Şəhər uşağıdır ya. Şəhər uşağıdır. Şəhər uşağıdır. Ya buraya yerler çekin ya. Ya bu kaderi Amerikanka ilə belə çəkməyəcəm. Sən kaderi burada saxla, mən qayıdıram. Dedim axı sizə, Amerikan maşını gəlirsə, onun yanında elə belə durmaq yəni olmaz da qardaşım. Ya bir dənə baxaq görə motoru zadı nədir? Neçə motor? 4. Əsl havası gəlir ha. 4 motor. Neçə at gücü? Stage olunub, hardasa 400'e yaxın. Deməli 4 motordur, 400'e yaxında at gücüdür. Onda atlar çoxdur, bu at pay verir ona buna. Yəni elə belə deyil. Amerikadan yenə də İtaliyadan yenə Siciliya uşaqları Maserati Gran Turismo. Qardaşım, bunda ancaq səs var. Gəl, Mercedes'in elə bir modeli var bundan, yaşdaş olsun, bu vitdə olsun. Bir dənə bunun duruşuna bax. Qardaşım, BBS, air suspansiyon yerdə deyə, bir dənə Mercedes göstər ki, belə olsun. Hələ bunu demirəm. Alpina. Yəni bu söhbətdə, bugünkü söhbətdə BMW-lər söhbəti bağlayıblar. Hələ bir dənəsi gəlir, qardaşımız burada boş-boşuna gəlməz. 850 at gücü gəlir. Qaqa, xaçapuri var. Hanı bu yiyəsi? Cabrio, gözəldir. O da 2020-dən buradadır. Passatka, statik. Bunun diskəni düzəltmişdilər ki. Oyda. Signala bax bir dənə. Yenə də İtaliyadan Ducati. Sizə demişdim ha, elə gələrəm, söhbəti bağlayaram. M8 Competition 850 at gücü. Varsa səs eləyəni çıxsın qabağıma. Asfaltın üstündəyim yenə. Elə belə deyir ha, qardaşım. Bu, söhbət elə belə deyil. Gəl. Mən sizə nə demişdim? 850 at gücündən gələcəm bura. Heç bir Mercedes məndən dirəşə bilməyəcək. Buradayam, səhnədəyəm. Varsa elə bir Mercedes, buradayam. Çıxsın danışaq. Bundan güclüsü var burada. Buradan güclüsü var burada. Səsimiz zəif gəlir. Buradan güclüsü var. Yoxdur. Deməli, bu görüşün ən güclü sürətli motora sahib olanın motorunu baxırıq.
Empower'ın gücü budur. Nəsə deyil? Maşın sahibi vuracağa bizi. Hə? Söz yoxdur. Söz yoxdur? Nədən hesabladın ki, deyirsən söz yoxdur? Gəl, gəl. Deyir, nəsə söz yoxdur. Ümumiyyətlə buranı BMW-lər bağlayıb söhbədir. Deyir, M6 da oradadır. Salam əleykum. Bir dənə performans bizə göstər. Ver geçsin, ver geçsin. Check this out. Qəşəngdir, amma biz də dolu gəlmişik. Sizdən üçün aparatura gətirmişəm. Deməli, Fuadın maşının aparaturası qəşəngdir. İndidən deyim biləsiz. Kod deyəcək, səsini eşidəcək. Maşınlara yaxınlaşmayın. Uyda. Ayda, heyf. Bir dənə lowrider bunun olsaydı. Gəl bura, gəl bura, gəl bura. Hay. Necəsən? Eta Orxan. Belə şeylər çəkir. Nə qədər vloglar görmüşsünüz Azərbaycan, hamısı Orxan çəkir. Diskə bax. Uşaqlar, maşınları cızmayın ha. Belə bir şeydir. Gedək. Yəni, maşınların yanına asta-asta keçək, dəyməyək maşınlara. Çox akuratdır, qəşəng bir aparaturası var. Gəlin, gəlin gedək görə o tərəflərdə nə tapırıq. Deməli, qaqa, bu sahibi hanı? Yoxdur? Hə, nəysə. Təqdimat yoxdur. Yoxdur. 1.8 dizel. Gedək, yoxdur. Nurlan hanı? Gəl. Çəkdi. O, saçın başım nə gün nədir? Qəşəngdir. Qəşəng. Gəl. Bir dənə boğanı çəkir. Mənə yer yoxdur da. Deməli, qaranlıq düşür. Mən də istəyirəm maşına rahat-rahat baxım. Yetərincə sizlərə göstərdim. Dostlar sağ olsunlar, mənə tək qoymadılar. Və videomuzu burada yekunlaşdırırıq. Yay başladı və daha çox geniş və qırğınlar olacaq. Və bu yayda Mercedes ilə BMW-nin revanşı olacaq. Qardaşım, səbirli olun. Öpürəm sizləri. Hamımız birlikdə sağollaşaq. Sağ olun.